Keçən dəfə bir araşdırma elədim Almaniya ilə bağlı ki, Almaniyada türmələr, dustaqxanalar, deyək ki, insan haqları, dustaq haqları, heyvan haqları. Qardaş, son 50 ildə, hələ 50 il araşdırdım da, son 50 ildə təzyiqdən hansısa bir döyülmək yox, psixoloji təzyiqdən Almaniyada heç bir dustaq ölməyib. Siyasi baxışlarına görə heç bir dustağa qoy qıraq, heç bir vətəndaş siyasi baxışlarına görə, fikir azadlığına görə 15 il, 20 il, 10 il, 51 il həbs olunmayıb, heç bir vətəndaş. Mən də deyirəm, bu Almanlar niyə görə belə acından ölür?